9-cu sinifin mətn suallarının izahına davam edirik. Bir sualın izahına baxaq. Thomas Edison mətnidir və burada bir sual var. Onu oxuyaq. 26-cı sual. Mətndə üstündə rəqəm yazılmış hansı sözlər bir-birini əvəz edə bilər? İndi biz üstündə rəqəm yazılmış sözlərə baxaq. Birincisi ixtiraçıdır, ikincisi tanınmış, üçüncüsü kəşf, dördüncüsü dahi və beşincisi də bu tərəfdədir, məşhur. Biz bura yenidən onu qeyd edək, daha yaxşı yadımızda qalsın. Birincisi ixtiraçı idi, ixtiraçı. İkincisi tanınmış. Üçüncüsü kəşf. Dördüncüsü dahi və beşincisi məşhur. Məşhur. İndi bu sözlərə biz fikir versək, hansı sözləri bir-birinə ilə əvəz edə bilər? Bir-birini əvəz edə bilər. Bu sözlərdən yalnız tanınmış 2 və məşhur. Tanınmış və məşhur bir-birini əvəz edə bilər. Amma bu o demək deyil, sinonimdir. Yəni burada səhv başa düşülməsi. Çünki biz bilirik ki, sinonimlər yalnız eyni nitq hissəsi olur. Bu sözlər isə sadəcə bir-birini əvəz edə bilər. Ona görə də burada cavabımız 2-5 olan D bəndidir.